Salam. Seymur Tağıyevin təqdimatında milli istedadlara baxırsınız. Bugünkü qonağımız Orxan Darkdır. Gəlin onunla yaxından tanış olaq. Xoş gəlmişsiniz Orxan bəy. Xoş gördük hər kəsi. Bizi izləyən izləyicilərimizə salamlayıram. Sizi də salamlayıram. Milli TV rəhbərliyinə öz dərin təşəkkür bildirirəm ki, bu günlər bir şərait yaradıblar bizi üçün, biz cavanlar üçün, yəni gənclər üçün və Sağ ol Orxan bəy, başa düşdük. Sağ ol, mənə də sağ ol demək istəyir, bildim. Sizə sağ olun. Biz hamımız istəyirik ki, bilək Orxan Dark kimdir və nə ilə məşğuldur? Xahiş edirik özünüz haqqında. Bəli, əlbəttə ki, deməli mən Orxan Dark Azərbaycanda Şirvan şəhərində, bölgələrimizdə Şirvan şəhərində anadan olmuşam. 1996-cı ildən 11-ci sinifdən sonra 11-ci sinifə qədər şeirlər zətlər üzərində işləyirdim. Ondan sonra 2012-ci ildə Bakıya təşrif buyurdum. Bakıya gəldiniz? Bəli, yaxın dostlarım məni dəvət elədilər və gəldim burada dostlarımla ünsiyyətlə olandan sonra yəni öz sayılan seçilən reperlərlə tanış oldum, məşhur reperlərlə tanış oldum və onlarla bir vaxt keçirəndən sonra və şeirlərin üzərindən keçdim mahnılar üzərindən repə keçdim. Ondan sonra dostlarımla çalışmaya başladım və yavaş-yavaş konsertlərdə iştirak elədim, baxdım. Ondan sonra dostlarımla getdik, dostlarımla çıxışlara getdik. Mən baxmışam, siz efirlərdə də görmüşəm. Bəli, ATV-də olmuşam, İctimai'də olmuşam, Fidan Verişində də olmuşam, Xəzər TV Star MCR açılışında da olmuşam, hamısında iştirak eləmişəm. Və belədir. Laf yaxşı Orxan bəy, bizim üçün maraqlıdır bu Orxan istedadı repdir də, düzdürmü? Bəli, bəli. Belə özünüz indi nə ilə məşğulsunuz? Özüm indi hal-hazırda mototaksi kiçik biznes yaratmışam özüm üçün. Mototaksi işləyirəm Bakı şəhərində. Allah ruzunuzu bərəkət versin və çox sağ olun. Bu istedadınızı bu repdə deyək, bu necə oldu gəldinizdə bu repə? Onlardan idmançı, fərqli şeylər, yəni niyə rep? Repi ona görə seçdim ki, mən araşdırdım və mən reperlərin arasında çox belə incəsənət adamlarından çox oturub dururdum, baxırdım və özümdə bunu şeiriyyat üzərində işləyirdim və sonradan belə deyək də şeiriyyatı çevirdim mahnı üzərinə. Mahnı üzərindən sonra hamı dedi ki, yəni sənin repə uyğun səsin var. Rep, yəni bu şeir, yəni bu repdə gördüm də özüm. Bu qədər yəni şeylərin içində ancaq özümü repdə gördüm. Ona görə yəni rep mənə belə deyək də o şeyə sinişdim. Yəni rep aləminə belə deyək də özümü yaxın bildim. Ona görə mən repi seçdim. Həm də o vaxtı belə deyək də bəhrələndim insanlar deyim. Hüseyn Dəryana qulaq asdım, elədim. Hüseyn Dərya, yəni o vaxtı vardı köhnələrdən. Bir xeyli ona qulaq asmam, amma vardı içində. Yəni o vaxtı belə deyək də Qaraqan host var idi, belə deyək də onlar təxəllüs olaraq onlara yəni belə deyək də onlara baxıb bəhrələndik. Öz mənim məhəllə uşağım var idi, adını çəkmək istəmirəm. Onlar da o şeylərdən, yəni rep satlayırdılar. Mən də onlara baxırdım, özüm də onu kəşf edirdim də, yəni belə istək vardı. Onlara baxırdım beləcə bir şeylər və özümə yaxın bilərək seçdim bu. Çox gözəl. Bəs bizim üçün bir də bir şey maraqlıdır ki, tək mənim üçün yox, bu Orxan Dark. Dark niyə? Bəlkə açıqlama verəsən. Orxan Dark, belə deyək də, Dark təxəllüsü bizim o vaxt bir rep qrupumuz var idi. O qrupumuzun adı Dark qrupu idi, qaranlıq. Qaranlıq da o deməkdir ki, Dark bir çox belə deyək də izahları var. Yəni qaranlıq deməkdir Dark. Belə deyək, hər bir insanın həyatı bilinməyən bir yoldur. Yəni qaranlıqdır, belə deyək, düzgün. Məsələn, insan özü bilə bilər ki, o məsələn nəsə qabaq bir dəqiqə kapitan sonra bəli, heç kəs bilə bilməz. Ona görə o Dark'ı ona görə seçdim ki, yəni hər bir insanın həyatı bilinməyən bir yoldur, qaranlıq bir yoldur. Ona görə o təxəllüsü seçdim. Həm də bu az repdə heç mən belə Dark ləqəbi direkt var. Buradan onu salamlayıram. Bizim Sinapsis qrupunun belə deyək də
səs rejissorudur. Allah yoxdur. Yəni direkt var, amma dark yoxdur. İlk Azrepdə bir dənə dark mənəm. Azərbaycanda Orxan Dark bir dənədir. Bəli, Çox bəli. gözəl. Bəs konsertlər də vermiş deyəsən. Bəli, bəli. Targovda bir çox yerlərdə konsertlər vermişəm. İndi çox da yadına qalmayıb adlar. İndi adlar çoxsu dəyişilib. 2018-2019-cu illərdə konsertlərim olub. Ramil Nabran buradan salamlayıram. Ramil əmi deyilib bizdən böyükdür. Ramil əmi bizim yəni partilərdə iştirak edib o vaxtı. Yəni bir çox məşhurlar olub. Sən ilk konsertə çıxanda həyəcan oldu yoxsa maraqlıdır? Biraz indi belə deyək də buradakı kimi indi biraz həyəcan. Yəni həyəcan demə, onu biraz insan yəni ilk dəfə efirlərə yəni çıxırsan, təzə başlayırıq da. Yəni efirləri deyirəm, amma belə repdə çoxdan. Amma orada da bəli, eləsinə həyəcanlar olurdu. İnsan çünki gördüm burada tanınıram. Baxırdım, məsələn, çıxırdım səhnəyə, gördüm, mən yəni sevən kütləm var idi, çox kütlərəm vardı. İndi yəni baxırsan ki, indi o vaxt məsələn mənə deyənlər var idi ki, məsələn Orxan, məsələn dark deyirlər də, dark bəs olar ki, gəlin mən də orada çıxış eləyim, oxuyum. Məndə belə bir şey var ki, sadə insanam. Mən heç vaxt özümü yüksəklərdə tutmaram. Çünki yəni mən o belə deyək bir şey var ya, atam insan var ki, heç vaxt özümü yəni yuxarıdan aşağı görmür. Yəni mən heç vaxt eləsinə yəni şey eləmərəm. Onlar məsələn deyirdilər ki, gələk oxuyaq eləyək. Mən onlara deyirdim ki, bəli gəlin, problem yoxdur, oxuyun, şərait yaradırdım onlara. İndi halbuki ki, bu günləri onlar YouTube'da indi bəlkə də özləri baxıb məni izləyirlər. O vaxtı onları mən şərait yaratdım, çıxdılar, oxudular. İndi adlarını bəzən çəkmək istəmirəm. Çəkməyəcəksən? Bəli, çəkmək istəmirəm. İndi onlar bəlkə milyonlar vururlar bu dəqiqə. Yəni mən yəni onlara yenə də uğurlar arzu edirəm, amma insan belə deyə də qalxdığı yeri heç vaxt unutmaz. Yəni onu demək istəyirəm qısa kəlmədə. Orxan bəy, siz bu yola gəlib çatmısansa, deməli yenə də gedə bilərsiniz. İnşallah onları vurub keçərsiniz. Bəli, bəli. Biz də kanalda da baxsalar. Bəli, biz də o layihələr üzərində işləyirik. Sağ olsun mənim yanımda o vaxtdan qalan çoxsu yəni qoymuşam qırağa. İndi məsələn sırf mənim köhnələrdən bir 2-3 nəfər var yanımda. Sağ olsun o vaxtdan bir yerdəyik. Yeni layihələr işləyirik, kliplər işləyirik. Yenə də YouTube'da varımdır mənim kliplər. Girib Orxan Dark yazaraq izləyə bilərlər. Yəni reklam kimi çıxmasın. Yəni girib baxa bilərlər. Yəni mənim kliplər üzərində işləyirəm. İndi inşallah fevralın ortalarında da yenə mənim kliplərim olacaq. Təzə mahnılar yazmışıq. Buradan belə deyək də Milli TV olaraq belə Milli TV olaraq buradan bir mənim Qərb Azərbaycanda yaşayan Xəzər Pənah var, dostumuzdur, reperdir. O da mənə buradan yəni ki izləyir. O da izləyir, Milli TV-yə baxır, izləyir. Hələ istəyirəm ki, buradan ona salamlarımı çatdırıram. Sağ olsun, o da yəni bir-birimizə dəstək olur. Mən onun replanında kömək edirəm, o mənə patişka olur. İnşallah Azərbaycandan onu təşrif buyurub, inşallah gəlməlidir bu yaxınlarda da Bakıya. İnşallah onunla bir layihələrimiz olacaq. Yəni sağ olsun, yəni köməklik edirik bir-birimizə. O da mənə köməklik edir. Mən ona yəni sadə bir uşaqdır. Onların köməkliyi ilə yaxşı olar. İnşallah yaxşı olar. Bir də mən bildiyimə görə bu pandemiyada mən eşitdiyimə görə sizin YouTube kanal vuruldu. YouTube kanal. Ondan sonra nəsə irəliləyiş olmaq istəyir. Onu bilmək istəyirəm. Mən də qayıdım o dövrlərə. Deməli o vaxt rəqabət var idi. O Azrepdə izləyicilər və hətta özləri də bilir. Rəqabət var idi. Bəzi reperlər məsələn mənə yazırdılar ki, gəlim oxuyayım, mən onları şərait yaradırdım, oxuyurdular, eləyirdilər. Yəni elə oldu ki, rəqabət yarandı. Mən bildim təxmini kimdir o mənim YouTube səhifəmə yəni vuran insan. Yəni belə deyə də şikayət edib bağlayanda daha doğrusu. Amma yəni hər bir insan var da, yəni şükür Allah bu günləri mən neçə vaxtdır ki, harca 3 il, 4 il olardı, 5 ilə yaxın belə deyək. Var ki, YouTube səhifəsi açmışam. Şükür Allaha yenə az da olsa kütləm var, izləyənlər var. 5.000, 10.000, 30.000-ə kimi baxış sayı gəlir. Min şükür onda yaxşıdır indiki vəziyyətdə. Amma indi yəni o rəqabətə görə də mən çoxları görürdü ki, qabağa gedirəm, günü-gündən inkişafat olur. Yeni layihələr üzərində işləyirəm, məşhurlarla işləyirəm. Belə deyə də pahalılıq deyək də.
paxıllıq cəhətindən şikayət elədilər mənim səhifəmi. Vurdular və qaytara bilmədim. Haqqı tərəfindən qorunmurdu mənim səhifəm. Biraz o vaxt beləsinə yəni şeylər olurdu. Yəni çox adam, bəzi reperlər var, tanıdıqlarım, məşhurlar da vardı. O vaxt səhifələr bağlanıb, indi yerindən onlar da inkişaf edir. Hamısına uğurlar arzu edirəm. Deməli belə. Orxan bəy, mən baxıram ki, sizə sponsor lazımdır. Əgər sizə sponsor, indi baxırlar da bəlkə insandır. Sizə sponsor eləsələr, siz nələr eləyə bilərsiniz? Yəni nə fikirləşirsiniz bu barədə? Sponsor, yəni belə deyək də, sağ olsun Azərbaycanda mən çox sosial şəbəkələr izləyirəm və görürəm ki, yəni bəzilərinin kömək edirlər irəli çəkmək üçün zamanlarımızı. Yəni mən buradan cənab İlham Əliyevə yəni təşəkkürümü bildirirəm ki, yəni biz gənclər üçün bir şərait yaradıb ki, yəni rahat klip çəkdirə bilirik hardasa, rahat, yəni elə bir şeydir ki, yəni dəyişmək kimi bir şeydir, kiməsə söz çatdırmaq, kiməsə söz atmaq kimi bir şeylərdir. Yəni belə deyək də, gənclər öz arasında da, yəni belə deyək, özləri üçün bir belə deyək də, rap aləmində bir şey seçiblər ki, yəni azadlıq verir. Azadlıq, bəli, azadlıq, yəni onu demək istəyirəm, yəni azadlıq verir ki, yəni söz azadlığı da, ki, nəsə zamanlar məşğul olsun, bir inkişaf olsun Azərbaycanda, yəni Amerikada necə, yəni Tupac var idi, Eminem var idi, yəni onlar söz azadlığına, yəni söz çatdırmaq üçün millətinə, yəni burada da yəni bu şərait yaratdığına görə özlərinin təşəkkürümü bildirirəm cənab İlham Əliyevə ki, yəni bu üçün bir zamanlar üçün beləsini bir şərait yaradıb. Və elə bir belə deyək ölkələr var ki, orada heç icazə verilmir də, yəni çətinliklər olur, icazə vermirlər. Amma burada yəni şükürlər hər bir şey yəni icazə verilir. Yəni öz təşəkkürümü bildirirəm. Sağ olsun cənab prezidentimiz, sağ olsun. Bir də bir söz soruşmaq istəyirəm. Bu meyxanada dəyişmə var, bu dediyiniz repdə də vardı. Onun adı nə gedir? Battle gedir, bəli. Bəli. Maraqlıdır, onu deyə bilirsiniz yəni. Bəli, deyə bilirəm. İndi deyə bilərsiniz. Bizim o qarnımıza olmalı. Başlayın da qulaq asaq da. İsmail Səfərzadədən xahiş eləyək, bizim montajyorumuz həm də layihə rəhbərlərindən, üzvlərindən biridir. Mən də salam edirəm İsmail Səfərzadəni. Milli TV-nin işçilərinə dərin minnətdarım bilirəm, rəhbərliyə dərin minnətdarım bilirəm ki, bu günləri bizim üçün bu şəraiti yaradılar. Mənə dəvət etdiyiniz görə çox dərin təşəkkür edirəm. Bizim üçün xoşdur. Çox sağ olun. Gözləyirik sənə görə nə edəsən. Deyərik. Döşənməlidir Milli TV-nin rəhbəri, gənclərə dəstək olandan bəri çəkir bizləri İsmail montajyor, yaradır bizdə həvəs ol İlqar operatorda çəkir, İlqar operatorda çəkir, həvəs zordur bizlər üçün, Seymur Tağıyevə dərin minnətdarlığımızı bildiririk ki, gənclərə bugün dəstək olun, biz də sizlər üçün çalışıb əlləşirik ki, hər şey zor olsun, deyirəm burada sözləri çıxacaq bəzinin kirli üzləri, bu qədər. Bu qədər, çox gözəl, Orxan bəy, maraqlı idi. Orxan bəy, əvvəldən maraqlı idi, xoşumuza gəldi, çox sağ ol. Bir də ki, eşitdiyim filmlərdə çəkilmiş, bir də ki, mahnı da oxuyursunuz. Birinci keçək mahnıya, mənim bir dənə xoşladığım mahnı var, onu sizə görmüşəm, Ağ Göyərçinim. Ondan zümzümə, sonra kinoya keçərik. Mən rap olaraq belə bir şey dedim ki, qoy izləyicimiz çaşmasında desinlər, rap mahnı düz gəlmir söhbət yox, amma belə deyək də, mən belə deyək də, boş vaxtlarım deyək də, belə nəzərdə tuturam. Boş vaxtlarımda, məsəl üçün, bizim buradan onun salonuna Elvin qardaşımız var, DJ, onunla toylara da gedirəm. Allah bəs, salam olsun. Yəni, toylarda, məsəl üçün, özüm üçün mahnılar çıxartmışam, Göyçalı da var, onların mahnısını çıxartmışam. Onların elə bir ki, mahnıların toylarda infa eləyirəm, özüm üçün bir gəlir məbləği kimi də, yəni gəlir. Çox gözəl, bu qısa biraz oxuyarız, qulaq asardı. Vurğun yandağ dərənim, gördüyüm hər mənzərənim, qarşısında pəncərənim,
Dəllənirdi bir ağ Göyərsin. Əllərimi uzatdıqca xoş ünsiyyət yaratdıqca Xoş ünsiyyət yaratdıqca Dəllənirdi bir ağ göyərsin Uçdu hara göyərsin Bəxti qara göyərsin Uçdu getdi qayıtmadı Qayıtmadı ağ göyərsin Uçdu hara göyərsin Bəs edər. Deməli Orxan bəy, bir də bir şey soruşum. Bu yeni mahnıların eşitdim. Yeni repin çıxacaq tezliklə. Bəli, bəli, quru güllər. Onun haqqında oxumayın, sadəcə olaraq danışın da belə. Fevralın ortasında çıxacaq. Hamı dəvət edirəm ki, onu izləsin. İnşallah. Öz səhifəmdə paylaşılacaq. Kliplə bir yerdə fikrim var, çıxardım. Quru güllər. Onun da layihəsi, bayaq dediyim kimi, İranda bir dostumuz var, Xəzərpənah. Sözləri yarısını o yazıb, yarısını özüm işləyirəm. İnşallah onun üzərində işləyirik hal-hazırda. İnşallah fevralın ortaları İnşallah. işıq üzü görəcək inşallah. Laf yaxşı. Bir də ki, biz sizi kinolarda da görmüşük. Yəni, aktyorluğunuz da var deməli. Bəli, bəli, bəli. O vaxtda danışarız biraz. Belə deyək də, qarşı-qarşıya oturmuşam həmin insanlar. Belə deyək, yenə də təşəkkürümü bildirəm ki, Sağ ol. yəni dostluq cəhətimiz, bizim efirdən kənar dostluğumuz var, qardaşlığımız var. Allah sənin də canı sağ eləsin. Bizi beləsinə efirlərə yəni dəvət elədiniz, sizin Milli TV-nin yəni rəhbəri, yəni bildirimiz çağırırlar bizi. Yəni çox sağ olun, minnətdaram. Yəni sizinlə kinolara həvəsim var, baxırsan, səndə o putu görürəm, həqiqətən, yəni görürəm, o potensialı görürəm. Yəni baxanda, yəni həqiqətən, yəni həvəsinizi, yəni belə çox ləzzət edir də, yəni sizin filmləriniz. Sağ ol, Orxan bəy. Çox ləzzət edir, yəni. Mən elə sizlərə baxa-baxa həvəs oyatdınız məndə. Oynamısınız. Ki, bəli, eləsinə yəni gəlmişəm. O kino kadrlarına da siz klip yığmışsınız bir dənə. Bəli, bəli. Onu verəcək indi inşallah, yayımlayacaq, baxarız sonra da. Bəli, bəli. Yəni çox gözəl yəni bir şey alınıb. Check it out. He's on the beat, Stay up. Dünya gözümdədir dərdimiz. Çox qəribədir sizin ətiniz. Hər fəsildə dəyişir dərdimiz. Qəlbim yaşayar ürəkdə insan dərd olar. Həyatda dərdi dərs olar. Çoxları üçün dərs olar. Çox qəribədir insanoğlu. Kiminsə şotuna insan oldu. Fərqim yoxdur insanlardan. İnsan kimiyəm insanlarla. Həyatı bilmədim necə gedir. Çox qəribədir hara gedir. Bir vaxt yanımda duran insan indi gecələr hara gedir. Bara gedir, qara gedir. Mənim bu rapim çoxlarına ağır gedir. Orxan Darkın sözləri kimin üçünsə ağır gələr. Ağır gələr, düşmənləri çağır gələr. Çünki ayağımı buran çox, dostu deylərim yanım. Bəziləri var, o rəfin deyilən bir sosial şəbəkədə var. Dostumuz da sağ olsun. Buradan o salamlayıram. Sağ olsun. O da bir istedadlı bir insandır. Və buradan bütün istedadı olan bütün insanlara müraciət edirəm. Kim özünü güvənirsə, istedadı varsa, bizlə əlaqə saxlasın. Biz gələk çəkək. Orxan bəy kimi. Sözdə qüvvət deyirəm. Kim özündə yəni o istəyi var, məsələn çəkilişə də, yəni gəlsin, öz yəni istedadını göstərsin. Bu Milli TV yəni hər bir insana, hər bir vətəndaşa yəni açıqdır. Yəni sağ olsunlar ki, Milli TV-nin rəhbəri partisi Seymur Tağıyev sağ olsunlar ki, bizi yəni bu gün hələ əziyyətimizi çəkirik, bizi yəni beləsinə tanıma. Elə bir insanlar var ki, həyat ehtiyacı var onun işıqlandırma, biz eləyirik də, əlaqə saxlasınlar sadəcə olaraq. Elə deyək də, elə insanlar var ki, bu günləri məsələn çox bir ağır işdə işləyir, imkanı yoxdur, maddi cəhətdən sıxıntısı var, amma görürsən ki, yəni elə bir savadı var ki, onu oturub məsələn elə bir istedadı olanlar var ki, yəni çıxa bilmir, yəni sözün hardasa deyə bilmir. Yəni mən çox olmuşam eləsin insanlar, yəni insanların ünsiyyətdə, özüm də yəni fast-food əziyyətdə, yəni işlərdə işləmişəm, çox qalın, yəni yollardan keçmişəm, belə yəni əziyyət çəkmişəm.
Yəni maddi cəhətdən sıxıntımız olub. Hər bir insanın başına gələ bilər bu şeylər. Yəni görmüşəm çox insanlar istedadları var. İndi onlarla ünsiyyətim olmasa da, onları mən bu Milli TV-yə yəni belə deyə də yəni mənə baxırlarsa, yəni onları da dəvət etmək istəyirəm ki, gəlsinlər öz istedadlarını burada göstərsinlər, yəni burada yəni çəkilsinlər və bütün Azərbaycan xalqı onları tanısın da. Dəstək olsun, tanısın, bəli qabağa getsinlər. Mən onları yəni istəyirəm. O qədər var ki, eləsinə bir insanlar. Orxan bəy, bir söz soruşum. Nə sözünüz var indi, mahnı oxumaq istəyirsiz, ya nəsə bir şey varsa deyin, qulaq asaq. Bir də mahnılarından birini burada infa eləmək istəyirəm. Belə deyək də, Oxuyun onda. Elə bir şeydə yəni yazılıb ki, o mahnı. Yəni istəyirəm hamı ona qulaq asın. Qəlbin Allah ilə bircə deyilsə, tərəfindən eksklüziv olaraq Milli TV-də. Qəlbin Allah ilə bircə deyilsə, qəlbin Allah ilə bircə deyilsə, qəlbin Allah ilə bircə deyilsə, nəfəsdən ibarət deyil, qılınan hər namaz ibadət deyil, insan üçün hər müşahadət deyil, ürək istəsə edə bilərsən, getsə çox yerə gedə bilərsən, öləndə bir tək heç ölə bilərsən, çox kəsin təmənnası var, imansız birinin nə əmması var, xeyl əməlin nə mənası var, ölümdə nə vaxtsa qonaq gələcək, ard-arda nə qədər sınaq gələcək, sənə yaxınlarda uzaq gələcək. Sənə yaxınlarda uzaq gələcək. Sənə yaxınlarda uzaq gələcək. Niyə gəlmirsən heç özünə? Adamlar həyatdan zövq aldım, şeirlər, mahnılar yazdım, nə olsun ki məşhurluq qazanmadım, Allah sevgisindən ki uzaq qalmadım, mənim bu sözlərim kiminə dəyər, kiminə toxunar, ürəklər danışar, dillər susar, dilin Allahı çağırar, ruhun ibadət ilə sənə toxunar. Ruhun ibadət ilə sənə toxunar. Ruhun ibadət ilə sənə toxunar. Çətinlik görərsən, həyatlarda sevgisizlik görərsən, gücündə, sabahda imansızlıq görərsən. Həyatda çoxları gəlib gedəcək, kimi imanlı, kimi imansız gedəcək, həyatı qardaş deyib gedəcək, qəlbin Allah ilə birgə deyilsə, bax bir gözünə düz gedə, niyə gəlmirsən heç özünə? Niyə gəlmirsən heç özünə? Adam var ki, bəxtəvərdir, nədən bilir, nə ah bilir. Adam o qədər qəddindir ki, məcbur olub yaşayırsan, dünyanın yükünü çiynində daşıyırsan, qəlbin Allah ilə birgə deyirsən. Allah ilə birgə deyilsən. Allah ilə birgə deyirsən. Möhtəşəm, möhtəşəm. Bəli, yəni burada elə bir şey yazmışam ki, dinləyicimə çatdırmaq istəyirəm ki, nə eləyirsən etkinlə, yəni bu həyatda yəni Allah sevgisi olmalıdır ürəyində. Yəni nəsə eləmək, yəni bunu eləyim, bunu plan şey eləyim, amma qəlbin Allah ilə birgə deyilsə, onu hay eləcək, yəni onu çatdırmaq istəmişəm dinləyicilərimə. İnşallah çatdırdın. Və buradan demək istəyirəm ki, Orxan bəyi biz yaxından tanıdıq və sağollaşmaq istəyirik Orxan bəy. Buradan siz deyin, sağollaşın, biz də sağollaşaq. Buradan bir də Talihcan var. Söz yazarı, bəstəkarı, Talihcan, bütün məşhur adamlar onu tanıyır. Yəni Rəhim var, səs rejissoru. Onu da buradan salamlayıram. Onlar da yəni çox mənə bir də yəni əziyyətlər olsun. Yəni söz belə deyə də çəkilişlərimi eləyiblər. Məsələn, klip üzərindən çəkilişlərimiz olub. Belə deyə studiyada səs yazmanı, mixmas verin zadını eləyiblər. Yəni buradan onlara yəni əziyyəti var. Buradan onları salamlayıram. Yəni bizi bu günləri izlədiyiniz üçün, bizə vaxt ayırdığınız üçün dərin minnətdarım. Təşəkkür edirəm sizlərə. Gözəl vaxtlarını, qızıl vaxtlarını bizim üçün ayırıb baxdılar, bizə sağ olsunlar və yenə də bir daha deyirəm, kim Milli TV-də, milli istedadlarda iştirak eləmək istəyirsə, bizlə əlaqə saxlayın. Mən Seymur Tağıyev, Orxan Dağ. Sağ olun. Sağ olun.